Rəngi cəlbedici olsa da dadı yox dərəcəsindədir. Mövsümü də deyil, ancaq çiyələk alıcılara bazarlarda ucuz qiymətə təklif olunur. Lakin təqdim edəcəyimiz sujetdə çiyələyin qiymətindən deyil, keyfiyyətindən danışırıq. Daha doğrusu yetişdirilməsi zamanı ona qatılan qatqılardan. Həqiqətənmi çiyələyə sahələrdə təhlükəli maddələr qatılır? Xərci baxmamaq üçün məcburdur dərmanı vermək. Şəxs iddia edir ki, çiyələyin yetişdirilməsi zamanı məhsulun daha tez böyüməsi və cəlbedici görünməsinə görə tərkibinə insan sağlamlığı üçün təhlükəli ola biləcək müxtəlif maddələr vurulur. O konkret adlarını açıqlamasa da, rəngli kimyəvi qarışıqları hazırladıqdan sonra həmin maddələri istixanada çiyələklərə tətbiq etdiyini də gizlətmir. Fakt budur. Bir dəqiqə meyvələr dərman sistemlərə gəlir. Hər il ölkəmizdə əsasən Cəlilabad, Sabirabad, Masallı, Şəmkir, Xaçmaz kimi rayonların istixanalarında və sahələrdə 100 hektarlarla çiyələk becərilir. Lakin çiyələyin yetişdirilməsi zamanı məhsulun tərkibinə hansı maddələrin nə məqsədlə vurulmasından bəlkə də heç bir istehlakçı məlumatlı deyil. Çiyələk yetişdirərkən onun tərkibinə neçə adda maddə vurulur, bilirsiniz? 10 bilməm. İddialara görə bu məhsulun yetişdirilməsi zamanı onun tərkibinə 36 adda müxtəlif maddələr vurulur. Həm tez yetişdirilməsi üçün, həm də daha çox məhsul əldə etmək üçün. Bu isə birbaşa məhsulun potensial təhlükəyə çevrilməsinə səbəb olur. Məhsulların tərkibində kimyəvi maddələr qaldıqda isə bu isə təkcə insan orqanizminə fəsadlar yaratmır. Eyni zamanda elə insanların zəhərlənməsinə də səbəb olur. Mövsümü olmasa da bazarlarda çiyələyin bolluğu müşahidə olunur. Lakin sosial şəbəkələrdə yayılan görüntülər bu məhsulun keyfiyyəti ilə bağlı ciddi narahatlıqlar yaradır. Parnikdən yetişən şeyə çox vurmazlar da, yəni dərman vurmazlar ki, bu yəni parnikdə isti havada yetişdirir də. Tərkibinə nə vururlar, bilirsiniz? Tərkibinə o yalan deyirik. Biz o satanıyıq, əkəni deyirik də. Elə çiyələk tamı gəlir, başqa heç satır, şirin satır yox. Azad İstehlakçılar Birliyinin sədri Eyüp Hüseynovun sözlərinə görə bu cür iddialar xüsusilə də qida təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və aidiyyəti qurumlar tərəfindən bu görüntülərin araşdırılmasının vacibliyini ortaya qoyur. Ölkədə çiyələk istehsalı sürətlə artır. Mən özüm çiyələk plantasiyasında olmuşam və görmüşəm ki, Azərbaycanda yetişdirilən hətta çiyələklərin yetişdirilməsi üçün bir 36 növ dərmandan istifadə olunur. Ona necə deyərlər, böyüklük vermək üçün, tez yetişdirməliliyin təmin etmək üçün, ziyan vericilərdən qorunmaq üçün və s. və s. Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, pestisitlər və aqrokimyəvi maddələr yalnız Azərbaycanda deyil, dünyanın bütün ölkələrində bitkici məhsullarının, o cümlədən çiyələyin istehsalında tətbiq olunur. Bu maddələrdən düzgün istifadə edilmədiyi halda bitkilər xəstəlik və zərərvericilərin təsiri ilə zərər görə, məhsuldarlıq azala və məhsul itkisi baş verə bilər. Pestisid və aqrokimyəvi maddələrin tətbiqi yalnız müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməlidir. Preparatlar istifadə təlimatına uyğun, müəyyən olunmuş norma və müddətlərə riayət edilməklə tətbiq olunmalı. Yalnız ölkədə dövlət qeydiyyatından keçmiş və istifadəsinə icazə verilmiş məhsullardan istifadə edilməlidir. Qeydiyyata alınan preparatlar laborator müayinələrdən və sahə sınaqlarından keçirildikdən sonra onların keyfiyyəti və təhlükəsizliyi təsdiq olunur. Agentlikdən o da bildirildi ki, çiyələk məhsullarının yığımından sonra onların dövriyyəyə buraxılması, satışa çıxarılması və ictimai yaşayış obyektlərində istifadəsi mərhələlərində qida təhlükəsizliyi istiqaməti üzrə müvafiq nəzarət tədbirləri həyata keçirilir. Məhsullardan nümunələr götürülərək laborator analizlər aparılır. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.